Mirzəyev Əli Hüseyn Ağaysın oğlu. Necə siz necə eşitdiniz? Biz də elə belə axşam saat 10 idi, 11 idi, eşitdik, gəldik, çıxdı bura. Dedilər ki, bəs gedib malqaranı dalayıcan, hara gətirib evə. Özü yolda hardasa sonradan qardaşı gedib görüb indiyə kimi gəlin narahat olub ki, bəs bu gec gəlib evə, zəng eləyib telefonu götürməyib, zəng olunub ona, telefon götürülməyib. Bu da qardaşı da evin dalındakı ev qardaşının evidir. Qardaşı gəlini də götürüb gediblər sahaya, maşınla gediblər. Niyə gəlmədi? Bu niyə gəlmədi? Nəysə belə də zəng gəlunub, axır gediblər zəngə çıxıblar. Telefonun zəngi, telefon cibində olub. Telefonun səsinə gəlib çıxıblar. Görüblər özü hadisə olunub, nəsə öldürüblər, ya ölüb, ya nəsə belə bir şey olub. Biz üçün hələ ki qaranlıqdır. Öz haqqında danışarsınız. Özü fağır insan adam idi, zəhmətkeş adam idi, heç kimlə işi zadı yox idi. Öz zəhməti ilə çörəyin pulunu çıxardırdı, yəni dolanırdı da belə.